xalaqal insane min salsalin kəlfəxxar. Allah qəbul etsin. Sağ ol qardaşım, sağ ol. Sən oxuya bilsən? Yox, xeyr, qismət olmadı. Niyə oxuya bilmirsən ki? Çox çətin gəlir, başqa dildir. Elə bilsən ki, başqa dildir, nə bilim, hərflər qarma-qarışıq yazıb, çətin görsən. Amma əslində çox sadədir. Sadəcə olaraq istəmək və cəhd eləmək lazımdır. Mən özüm bunu qısa bir müddət ərzində öyrənmişəm. Sən də əgər istəsən, cəhd eləsən, Allahdan da kömək istəsən, Allah sana kömək olacaq, tez bir zamanda öyrənəcəksən. Mənim götürmə qabiliyyətim zəifdir. Ona görə qorxuram. Əslində bu şeytanın bir bəhanəsidir, vəsvəsəsidir sənə qarşı. Məsələn, bizdən bir yerdə namaz qılan insanlardan biri var, hardasa bir 70 yaşı var. O təzəlikcən özü Quran oxumağı öyrəndi və oxuyur da indi səlis şəkildə. Sənin də yaşın azdır, beynin də ona nisbətən daha götürümlüdür. Əgər sən istəsən, mən sənə bunun asan yollarını öyrədərəm. Amma əgər istəyirsənsə də doğrudan da öyrənmək istəyirəm. İstəyirəm. Mən sənə asan yollarını öyrədərəm, oxuyarsan. İnşallah. Allah canı sağ olsun. Allah köməyin olsun. Oxuyuram, sən də qulaq as. Bismillahirrahmanirrahim. Fəbi əyyi ələi rabbikuma tukəzzibən.